Salam əziz tamaşaçılar, Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki efirimizdə dini və fəlsəfi cəhətdən fərdiyyətçilik və kollektivizm mövzusunu müzakirə edəcəyik. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Daşdəmir Mehmandarovdur. Daşdəmir müəllim, xoş gəlmisiniz. Xoş gördük, Kövsər müəllim. Daşdəmir müəllim, biz Haqqın Dərgahı verilişində insana dair bütün aktual mövzuları ələ almağa çalışırıq. Bu dəfəki mövzumuz da məlumunuz olduğu kimi fərdiyyətçilik və kollektivizm mövzusudur. İnsan bir fərd olaraq, eyni zamanda cəmiyyətin bir parçası olaraq müəyyən məsuliyyətlər daşıyır. Bu məsuliyyətlər nə şəkildə tənzimlənməlidir? Bu baxımdan fərdiyyətçilik və kollektivizm mövzusunu aydınlaşdırmaq əhəmiyyət kəsb edir. Mən əvvəlcə sualıma buradan başlamaq istəyirəm. İstərdim bir sosioloq olaraq siz fərdiyyətçilik və kollektivizm deyiləndə biz nəyi nəzərdə tuturuq, bu məsələyə aydınlıq gətirəsiniz? Fərd insanın tək başına nə olması ilə bağlı, bir də kollektiv olaraq insanın hansı hərəkətlərdə olması, davranışlarının necə müəyyən edilməsi və cəmiyyətin hansı istiqamətə getməsi ilə bağlı əsas iki yön var burada. Əvvəlcə onu bilmək lazım ki, bu məfhumlar yeni məfhumlardır. Modernizmlə, modernləşmə ilə birlikdə, modernliyin ortaya çıxması ilə birlikdə bu müzakirələr qızışıb və məfhumlar ortaya atılıbdır. Ondan əvvəlki dövrlərdə istər klassik dövr olsun, istər antik Yunan dövründə olsun, insanın əxlaqi yönü, insanın nə olması ilə bağlı müzakirələrdə bunlar müzakirə edilib, amma məfhumlar ortaya qoyulmayıb və bunların əsas istiqamətləri təyin edilməyibdir. Məfhumların ortaya çıxması və müəyyənləşdirilməsi modernliklə birlikdə olmuş şey çox yenidir. Bu da modern insanın ortaya çıxması ilə bağlı əsas məsələ orada özünü bir ruzə verir. Çünki fərdiyyətçilik fəlsəfədə əsasən, maarifçi fəlsəfədə, yəni modernliyin ortaya çıxarmış olduğu fəlsəfədə insanın əxlaqi baxımdan bütün insanların bərabər olduğu vurğusu var və bununla birlikdə insanların şəxsi mənfəətlərini heç bir şeyin uğruna fəda verməmələrinin üzərində ittifaq ediblər. Demək olar ki, əsas siyasət fəlsəfəçiləri bunun üzərində durublar. Çünki bu cəmiyyət, dövlət və fərd arası, fərd üçbucağında fərdin mövqeyi ilə bağlı olan bir müzakirədə fərdə verilən dəyərlə bağlıdır. Yəni fərdin əhəmiyyəti, onun maraqlarına verilən əhəmiyyət daha da artmış kimi görünür. Artmış kimi. Çünki modernliklə birlikdə, modernlikdən əvvəl kollektivizmə gəldikdə bunu deyə, sonra davamlı modernizmdə nəyin baş verdiyini desək daha aydın olacaq. Çünki kollektivizm isə fərdin deyil, yəni fərdin mənfəətinin, fərdin istəklərinin, arzularının, davranışlarının deyil, kollektivin, bu cəmiyyət də ola bilər, kollektivin nə təyin eləyirsə icma da ola bilər, dövlət də ola bilər, topluluğun mənfəətinin, istəklərinin, təqdim elədiyi davranış modellərinin fərdin istək, arzu və mənfəətlərindən ön planda tutulması, hər zaman fərdin toplum əleyhinə geri çəkilməsi deməkdir kollektivizm və modernizmdə baş verən şey, modernizmin əvvəl demək olar ki, bütün cəmiyyətlər kollektiv cəmiyyətlər idi. Yəni fərdin qabarıq bir şəkildə ortaya çıxdığı hər hansısa bir cəmiyyət müşahidə eləmirik. Kollektivizm bir baxıma əslində modernizmdən əvvəlki dövrləri təmsil edir. Premodern dövrdəki ənənənin hakim olduğu dövrdə hüququn daha çox rasional olaraq deyil də mifoloji və dini olaraq tənzimləndiyi, icmanın qorunmasına, çoxluğun təhlükəsizlik baxımından olsun və yaxud da ki, hər hansı yad ünsürlərə qarışıb izolyasiya olması və yaxud da ki, tamamilə əriyib getməsinin qarşısını almaq üçün kollektivliyin ön plana tutulması üçün fərdin geri planda qalması kollektivlikdir və demək olar ki, bütün modernlikdən əvvəlki bütün cəmiyyətlərdə eyni tendensiya müşahidə edilir. Bunları bir-biri ilə qarşı-qarşıya qoymaq əslində nə qədər düzgündür? Çünki həm fərdin maraqları, şəxsi inkişafı, fərdi inkişafı, mənəvi olaraq inkişafı bir baxıma onun bir fərd olaraq qalmasında yatır. Digər tərəfdən cəmiyyətlərin bütünlüyü, insanların həmrəyliyi, birgə yaşayışı üçün kollektiv ruhun olması vacibdir. Bu ikisi arasında balans necə qurmaq olar? Yəni bunun birinə qurban vermək olarmı? Fərdiyyətçilik
kollektivizmə və ya kollektivizm fərdiyyətçiliyə qurban verildikdə hansı fəsadlar ortaya çıxa bilər? Həqiqətən çox gözəl sualdır. Gözəl, təşəkkür edirəm. Burada əslində bir-birinə fəda edilmə deyiləndə birinin qabardılması və ön planda tutulması nəzərdə tutulur. Yəni heç bir dövrdə kollektivizmin hakim olduğu dövrlərdə belə fərd tamamilə yox edilmiş və yaxud da ki, heç sayılmış deyil. Bunların olmadığı dövrlərdə hegemon anlayışdan söhbət gedir. Fərd təbii ki, önəmlidir. Fərd həm mədəniyyət və kulturologiyada və sosiologiyada, fəlsəfədə insanın ictimai varlığı olduğu, toplum qurmağa meyilli bir varlıq olduğu, yəni qaçılmaz onun təbiətinin təbii nəticəsidir cəmiyyət, yəni kollektivlik. Tək başına yaşaya bilən bir varlıq deyil. Bu baxımdan o həm fərddir, eyni zamanda fərdlərin toplamı birlikdə icmanı, cəmiyyəti formalaşdırır. Və bunlar əslində bir müddətdən sonra, əslində ilk dövr insanların, yəni ilk cəmiyyətin yarandığı dövrdəki insanların fərd anlayışlarından, davranış tərzləri ilə cəmiyyətin qurulduqdan sonra və sonraki nəsillərdə ortaya çıxan yeni nəsillərin davranış qəlibləri arasında, davranış tərzləri arasında fərqlər var. Çünki birincilər çox daha azaddır. Çünki fərdiyyətçilik əslində biraz daha azadlığa vurğu eləyir. Onun davranışlarını və yaxud da ki, arzu istəklərini, mənfəətlərini hər hansısa bir orqan, qrup, İcma daxilində məhdudlaşdırmır. Bəli, məhdudlaşdırmır və müəyyənləşdirmir. Amma sonraki nəsillərdə isə icma və cəmiyyət tamamilə formalaşıb, davranış qəlibləri formalaşıb və əxlaq kodları formalaşıb insanların necə, hansı hallarda necə davranacaqları müəyyənləşdirir üçün sonraki nəsillər bunu təbii olaraq əks elədiklərinə görə bu davranışları, onların davranışlarında mütləq bir azadlıqdan söz edə bilmirik əslində. Amma burada da təbii ki, xüsusilə dinlər, modernizmdən əvvəl cəmiyyətlərin əsas aurasını dinlər təyin elədiyinə görə dinlər insanları birbaşa fərd olaraq xitab edir. Sonra kollektiv olaraq xitab edir. Çünki dinlərin bir neçə müstəvisi var. Bunların ilki fərdidir. Yəni Allah birbaşa fərd olaraq insanlara xitab edir və onları fərd olaraq öz göndərdiyi dindən məhsul tutur. Bir də dinin ictimai funksiyası olaraq rituallar olaraq və yaxud da ki, birlikdə davranma olaraq onlara müəyyən aspektlər də verir ki, insanlar bu yönləri ilə dinlərini, fərdi yaşaya biləcəkləri dinlərini kollektiv olaraq da yaşaya bilsinlər. Bu, eyni zamanda cəmiyyətlərin həmrəyliyi üçün, dağılmaması üçün, mövcudiyyətlərini davam elətdirə bilmələri üçün ən önəmli faktorlardan da biridir. Elə bir bəladan qorxun ki, o sizlərdən təkcə zalım olanlara üz verməz, hamınızı bürüyər. Bilin ki, Allah şiddətli cəza verəndir. İslam dinində bu tarazlıq necə qorunur? Yəni, insanlara əsasən fərd olaraqmı, yoxsa kollektivin bir parçası olaraqmı baxılır? Quranın və ya Peyğəmbərin təlimatlarında nə kimi yönləndirmələr var? Əvvəlcə istərdim bunu da bir aydınlaşdıraq. Bütün dinlər əslində dediyimiz kimi fərdlərə birbaşa xitab eləməsinə baxmayaraq kollektivdir. Çünki dinlərin təməl xüsusiyyəti kollektiv bir yaşayışı özündə ehtiva eləməsidir. Yəni, çünki tək başına bir insanın yaşaya biləcəyi hər hansısa bir din yoxdur. Yəni dinin mövcud ola bilməsi üçün, yəni həm ritual olaraq, həm anlayış olaraq, həm də davranış olaraq davam edə bilməsi üçün, nəsildən nəslə ötürülə bilməsi üçün, mədəniyyətin ən önəmli hissələrindən birini tuta biləcək bir mövqeyə gələ bilməsi üçün bunun kollektivləşməsi lazımdır. Bu baxımdan İslam da fərdləri birbaşa məhsul tutur, tək ayrı-ayrılıqda məhsul tutur göndərdiyi hər şeydən. Bununla birlikdə insanın təbii olaraq sosial və icma qurmağa meyilli olması onu eyni zamanda dini də kollektivləşdirməsinə gətirib çıxarır. Yəni Quranın və yaxud da ki, Peyğəmbərin xitablarında bütün insanlara xitablar da var. Fərdə, yəni ayrı-ayrılıqda bütün insanlara xitab deyilən onu kollektiv də nəzərdə tutula bilir. Ayrı-ayrılıqda insanların da nədən məhsul olduqlarını da göstərir aslında. Və İslam Peyğəmbər və Peyğəmbərin tətbiqatında məsələn dinin insanlara necə yaşamaları lazım olduğu ilə bağlı müxtəlif nüanslar var ki, bir əmri fərqli insanlarla fərqli şəkillərdə çatdırdığı nəql olunur. Çünki onların fərdi xüsusiyyətləri Peyğəmbərlə və yaxud da ki, Allahla hansı müstəvidə ünsiyyət qurduqlarına bağlı olaraq din onlara ayrı-ayrılıqda fərd olaraq
münasibət bildirə bilər. Təbii ki, bu peyğəmbərin eyni zamanda şəriət qoymaz xüsusiyyətinin olması ilə bağlı bir şeydir. Amma din peyğəmbərin vəfatından sonra təbii olaraq daha kollektiv olmağa meyillidir. Çünki institutlaşdıqca ondakı fərdiyyətçilik ünsürləri biraz daha azalır. Çünki mövcudiyyətini davam elətdirə bilməsi üçün onun kollektiv bir və sistematik bir şeyə ehtiyacı var. Bu da dinlərin institutlaşması ilə bağlı bir şeydir ki, daha sonraki mərhələlərdə İslam dini çox daha kollektiv bir mövqeyə çevrilibdir. İnsanın tək başına Allah qatında bir məsuliyyət daşıdığı açıq-aydın görülür. Yəni hətta qiyamətlə bağlı mövzulardan danışılarkən orada heç kimin şəfaəti heç kimə fayda verməyəcək. Yəni siz təksiniz, Allah qarşısında tək olacaqsınız. Heç kimin etdiyi günahları yüklənməyəcəksiniz. Heç kimin etdiyi yaxşılıqlardan sizə elə də fayda yoxdur. Yəni sizin özünüz tək olaraq, fərd olaraq Allah qarşısında məhsulsunuz. Amma eyni zamanda cəmiyyət həyatından söhbət gedirsə, müsəlmanların, eyni zamanda fərq etməz, yəni içində yaşadığınız cəmiyyətin fərdi olaraq bu cəmiyyətə qarşı da məsuliyyətiniz var. Yeri gəldikdə bu cəmiyyət maraqlarını, icmanın maraqlarını da qorumaq lazımdır. Bu baxımdan balanslı bir istiqaməti yönləndirir. Bayaqlarım siz danışarkən belə bir şey dediniz ki, din əslində kollektiv yaşanan bir şeydir. Fərdi olaraq din yaşanılmaz. Və müasir cəmiyyətimizdə əsasən, yəqin ki, siz də buna qeyd edərsiniz və ya təsdiqləyərsiniz, daha çox fərdiyyətçilik ön plana çıxır. Bütün təbliğatlarda insanın bir fərd olaraq onun hüquqları, onun fərdi yaşantısı, fərdi azadlıqları daha çox ön plana çıxarılır. Bu bir baxıma əslində azadlıqlarını ona vermək və ya azad davranmasını şərait yaratmaq olduğu halda digər tərəfdən də mənəvi dəyərlərdən, əxlaqi çərçivələrdən qopmasını, uzaqlaşmasına gətirib çıxarmırmı? Mən istərdim ki, bax bu müasir dövrdə fərdiyyətçiliyin hansı fəsadlarının ola biləcəyindən də söz açaq. Modernizmlə birlikdə sosioloqlar əsasən modernizmin hansı nüansı dəyişdirdiyini, yəni nə baş verdi ki, artıq indi yaşadığımız dövrə fərqli bir dövr deyirik. Amerikalı sosioloq Ferdinand Tönnies cəmaət həyatının cəmiyyət həyatına keçid olaraq dəyərləndirir bunu. Yəni cəmaətdə daha çox kollektivlik, qan bağı əsasında və yaxud da ki, oradakı ticarət həyatı mübadilə əsasındadır. Cəmiyyətdə isə çox daha fərqli, yəni fərdlərin sahib olduqları hər hansısa bir icmaya bağlı olmalarına dolayı deyil, soyadlarından dolayı deyil, hansı qabiliyyətləri varsa, yəni iş görə bilirlərsə, cəmiyyətdə ondan dolayı yer tuturlar və burada insanların fərd olaraq ön plana çıxmasının ən önəmli özəlliklərindən biri də modernləşmə ilə birlikdə baş verən şəhərləşmə hərəkatı. Şəhərləşmə, kollektivizm, yəni sənayeləşmənin bir təbii nəticəsi olaraq baş verən şəhərləşmədə insanlar kollektiv birliklərindən qopurlar. Yəni kəndlərdən şəhərlərə köç, böyük ailə bağlarının zəifləməsinə və icma bağlarının zəifləməsinə səbəb olur. Yəni bunlar ilk nəsildə bağlar müəyyən müddət qoruna bilir, müəyyən istiqamətdə qoruna bilir, amma məsafənin uzaq olması, kommunikasiya vasitələrinin zəif olması, hətta imkansız olması, yəni 18-ci, 19-cu əsrdən söhbət gedir. Telefon yox və yaxud da ki, digər vasitələrin heç birisi yoxdur. Sonraki nəsillərdə isə insanlar artıq aid olduqları qrupları, kəndləri və yaxud da ki, ailələri, böyük ailələri tanımırlar və bu getdikcə insanların fərdiləşməsinə, təkləşməsinə səbəb olur. Bu xüsusilə 20-ci əsrin sonlarında, 21-ci əsrdə texnologiyanın inkişafı ilə birlikdə, şəhərlərin megapolis olması ilə birlikdə, yəni artıq çox daha milyonlarla insanın birlikdə yaşaması, amma insanların bir-birlərinə qonşu olmaması ilə, yəni ictimai həyatda baş verən struktur dəyişikliyi ilə birlikdə, yəni qonşuluqla bağlı əsas sosioloji nəzəriyyələrdə belə şeydir. Şaquli bir şeydir. Şaquli üfüqü. Yəni yan-yana olduğunuzda qonşu ola bilərsiniz. Üst-üstə olduğunuzda mərtəbəli bir evdə qonşuluqdan söhbət gedə bilmir. Çünki yəni sizin eyni müstəvidə olmanız lazım ki, siz qonşuluq münasibətlərinizi davam elətdirə bilərsiniz. Yəni bu əlaqələrin zəifləməsi, yəni şəhərin memari strukturu, şəhərin quruluş tərzi, kəndlə arasındakı məsafələrin getdikcə uzaqlaşması, insanların ailə bağlarının zəifləməsi, yəni böyük ailə institutunun getdikcə daha nüvə ailəyə çevrilməsi, yəni
Bunların hamısı əslində fərdiyyətçiliyi ön plana çıxaran fərdiyyətçiliyin Fərdiyyətçilik üçün münbit zəmin yaradır. Zəmin yaradılır. Hüquq baxımından da, yəni istər qadın haqlarında, istər insan haqlarında baş verən yaxşılaşmalar, əslində bunlar insanlıq tarixinə baxdığımızda bunların hamısı böyük yaxşılaşma olaraq dəyərləndirilə bilər. Eyni zamanda hüququn daha bu yaxşılaşmaları insanların fərd olaraq yaşamalarını və başqa insanlara möhtac olmamalarını da gətirib çıxarır. Yəni sosial dövlət, dövlətin insanı hər baxımdan təmin edə bilməsi, misal üçün yaşlandığı zaman, qocaldığı zaman ona baxa biləcək qurumlarının olması ailə bağlarında əvvəlki zamanlarda olduğu kimi qocalara öz övladlarının və yaxud da ki, yaxınlarının baxma öhdəliyini artıq aradan qaldırır. Yəni sosial dövlətə olan güvən, icmaya olan güvəndən önə yerini dəyişdirir. Bu da fərdiyyətçiliyə, yəni ailə bağlarına artıq çox da etibar eləmək və yaxud da ki, o ailə bağlarını davam elətdirmək üçün hər hansı bir motivasiyası da qalmır. Yəni bu vergisini verir və verginin nəticəsini qocaldığında dövlətdən bu şəkildə alır. Müasir cəmiyyətlərdə əxlaqi dəyərlərin, mənəvi dəyərlərin bəlkə də degradasiyaya uğramasının səbəblərindən biri də o fərdiliyin, fərdiyyətçiliyin ön planda olması, bir də şəhər həyatının insanlar o əvvəllər icma daxilində, ailə daxilində bir yanlış hərəkət olduğu zaman, dəyərlərə müxalif olan və ya əxlaqa zidd olan bir davranış olduğu zaman ailə böyükləri və ya cəmiyyətdəki o ictimai qınaq onu o davranışlardan çəkindirməyə sövq eləyirdi. Bugün fərdiyyətçilik ön planda olduğuna görə insanlar bu kimi davranışlardan heç bir məsuliyyət daşımadan hərəkət edə bilir. Müasir modern dövrün ən önəmli xüsusiyyətlərindən birisi, yəni şəhərləşmə, sənayeləşmə, insan hüquqların və rasional dövlət mexanizminin ortaya çıxması eyni zamanda din faktorunun və ya din institutunun zəifləməsinə gətirib çıxardığı üçün kollektivlikdən qopma və fərdiyyətçilik çox daha sürətli bir şəkildə inkişaf elədi. Və geri qayıtmaq çox da mümkün görünmür adada. Yəni din içərisində dinin yenidən yozumu belə artıq fərd üzərindən həyata keçirildiyi üçün əvvəlki kollektiv cəmiyyətlərə, kollektiv dəyərlərə kollektiv bir şəkildə geri qayıdış mümkün deyil. İndiki cəmiyyətdə bunun fəsadlarına diqqət etmək lazım. Fərdiyyətçiliyin uc məqamları, ifrat məqamları olduğu kimi kollektivizmin də ifrat məqamları var. Bunlar arasında balansı qorumaq fərd, icma və dövlət bu artıq dövlət çünki bu nəzarəti və yaxud da ki, bu mexanizmi öz həyata keçirir. Cəmiyyət öz başına hər hansı çünki hüquq ön plandadır, hər şey hüquqla tənzimləndiyi üçün əvvəl icmanın adət-ənənələrinə və yaxud da ki, onun əxlaq qaydalarına uyğun olaraq, normlarına uyğun olaraq tənzimlənirsə, artıq hüquqa keçdiyi üçün bu şey artıq dövlət bunu mexanizmi tənzimləyir. Bu baxımdan hüququn, yəni dövlətin də tabe olduğu, yəni cəmiyyətin də tabe olması lazım olduğu beynəlxalq konvensiyalar var, hüquqlar var. Bunlarda ehtiva olunan insan hüquqları, fərd hüquqlarına riayət olunduğu zaman kollektivlik zəifləyir. Bunlara riayət olunmadığı zaman insanların təməl haqq və hürriyyətləri qısıtlanmış olur. Bunlar arasında balansı əslində maariflənməklə, yəni insanların hüquqa etibar eləməsini öyrətməklə, eyni zamanda insanların mənəvi və ictimai varlıq olmalarını yenidən onlara xatırlatmaqla mümkündür. Yəni, çünki insanlar düşünürlər ki, onların mənəvi müstəviləri yoxdur. İnsanlar ölümü unutduqları üçün, insanlar şəxsi inkişafı əslində kompüter bacarıqlarını inkişaf elətdirmək olaraq gördüklərinə görə, onlar daxili olaraq bir yüksəlişə inanmadıqları üçün. Əslində onlara bu fərdiyyətçiliyin ifrat tərəfi çox xoş gəlir. İnsanlar, başqa insanlarla ünsiyyətləri onların haqq və hüquqlarına riayət edərək mümkündür ki, bu da eyni zamanda cəmiyyətin daha hüquq təməlli, bir-birlərinə hörmət elədikləri və bir-birlərinin harmoniya şəklində yaşadıqları, yəni həmrəy olaraq yaşadıqları bir cəmiyyətə gətirib çıxara bilər. Daşdəmir müəllim, mövzu həddindən artıq geniş bir mövzudur. İçərisində bir çox məsələni ehtiva edir və müzakirə ediləcək çox tərəfi var bu mövzunun. Mənə elə gəlir ki, bu qısa vaxt ərzində mövzunun əsas konturlarını siz tamaşaçıların diqqətinə çatdırdınız. Mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Mən dəvət elədiyiniz üçün təşəkkür edirəm. Siz sağ olun. Sağ olun. Əziz tamaşaçılar,
Bununla da efirimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.